Dünyadakı mövcud xəstəxanalardan ən bahalı olan hansıdır bilmək istəyirsinizmi? Və əgər sizə maraqlıdırsa, yerli xəstəxanaların da qiymət cədvəlini hazırlaya bilərik. Bu və digər maraqlı xəbərləri izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Ən bahalı xəstəxana açıqlandı. Qiymət stasionar müalicəsi ilə müəyyən edildi. Alim öz üzərində sınaq keçirdi. Xərçəngə viruslarla qalib gəldi. Demensiya xəstələri musiqi muzeyi tədqiqatında. Tənhalıq hissi azalıb. Süni intellekt göz müayinəsindən istifadə edir. Autizm diaqnostikasında yeni addım. Filtrli yoxsa filtrsiz kofe? Mütəxəssislər açıqlayır. Xəstəxananın bahalı ya ucuz qiyməti olmağını bilmək istəyirsinizsə, stasionar qiymətləri ilə maraqlanın. Bir günlük, yəni 24 saatlıq stasionar qiyməti xəstəxananın bahalı və yaxud da münasib olmağı ilə bağlı çox maraqlı informasiya verir. Məhz bu səpkidə dünyada aparılan araşdırmanı diqqətinizə çatdırırıq. Baxaq görək dünyanın ən bahalı xəstəxanaları harda yerləşir. Əgər ölkəmizdə olan xəstəxanaların qiymətləri də sizə maraqlıdırsa, sosial şəbəkələrdə bizi izlədiyiniz platformalarda şərhlərə qeyd edin, sizin üçün araşdıraq. İzləyək. Ən bahalı xəstəxana açıqlandı. Yeni müqayisəyə əsasən xəstəxanada bir sutkalıq stasionar müalicənin dəyəri ölkədən ölkəyə fərqlənir. Ən yüksək göstərici Amerika Birləşmiş Ştatında qeydə alınıb. Burada xəstəxanada bir gün qalmaq orta hesabla $4500 başa gəlir. İsveçrədə bu məbləğ təxminən $3500, Hindistanda isə $350 təşkil edir. Digər ölkələrdə isə xərclər bu rəqəmlər arasında dəyişir. Taylandda 500, Cənubi Koreyada 800, Yaponiyada 900, Sinqapurda $1000, Almaniyada 1500, Avstraliyada 2000, İsveçrədə $3500 təşkil edir. Bununla yanaşı Kanada, Böyük Britaniya, Danimarka, İspaniya və İtaliya kimi ölkələrdə dövlət səhiyyə sistemindən yararlanmaq hüququ olan şəxslər stasionar müalicənin tam məbləğini birbaşa ödəmir. Xərclər dövlət büdcəsi və ya tibbi sığorta sistemi hesabına qarşılanır. Mütəxəssislər bildirir ki, xəstəxana xidmətlərinin qiyməti ölkənin səhiyyə modeli, maliyyələşmə sistemi və tibbi xidmətlərin səviyyəsindən asılı olaraq dəyişir. Süd vəzi xərçəngi olan bir alim təsəvvür edin. Öz bətnində olan şişlə mübarizəyə başlayır və ona müxtəlif viruslar və infeksiyalar inyeksiya etməyə başlayır. Nəticədə bilirsinizmi nə olur? Alim öz bədənindəki xərçəngə virus və infeksiyalarla qalib gəlir və beləliklə də tibb tarixinə düşür. Çox maraqlı və innovativ xəbərdir. Birlikdə baxaq. Xorvatiyalı virusoloq Beata Halasi süd vəzi xərçəngi yenidən qayıtdıqdan sonra qeyri-adi müalicə üsulunu öz üzərində sınaqdan keçirib. O, laboratoriyada qızılca peyvəndində istifadə olunan virus ştammı və vezikulyar stomatit virusunu hazırlayaraq bir neçə həftə ərzində onları birbaşa şişə yeridib. Nəticədə şiş kiçilib və cərrahlar onu tamamilə çıxara bilib. Alim artıq 4 ildir remissiyadadır. Mütəxəssislərin sözlərinə görə viruslar şişi birbaşa məhv eləmir. İmmun sistemi xərçəng hüceyrələrini tanımağa və onlara qarşı mübarizə aparmağa kömək edir. Bununla belə alimlərin bir qismi bu təcrübəni etik baxımdan düzgün hesab etmir və belə məlumatların yayılmasının bəzi xəstələri sübut olunmuş müalicədən imtina etməyə sövq edə biləcəyini bildirir. Həkimlər vurğulayırlar ki, bu yalnız bir klinik haldır və metodun effektivliyi geniş tədqiqatlarla təsdiqlənməlidir. Göz bəbəyindən müxtəlif gen xəstəlikləri və eyni zamanda psixoloji geriləmələr haqqında məlumat almaq olacaq. Bunu süni intellekt eləyir. Yepyeni bir xəbərdir, baxaq. Süni intellekt göz müayinəsindən istifadə edir. Amerika Birləşmiş Ştatının New Jersey ştatından olan 17 yaşlı Edward Kank hazırladığı Retina Mind adlı süni intellekt sistemi ilə autizm spektr pozuntusu və diqqət çatışmazlığı hiperaktivlik sindromunun erkən aşkarlanmasına yeni yanaşma təqdim edib. Gözün tor qişasının şəkillərini analiz edən sistem neyroinkişaf pozuntularına aid incə dəyişiklikləri müəyyən edir. İlk sınaqlarda Retina Mind tədqiqat məlumat bazası üzərində
tədqiqatçılarında 89% dəqiqlik göstərib. Layihə gənc tədqiqatçıya Amerika Birləşmiş Ştatlarının nüfuzlu Regeneron Science Talent Search 2026 müsabiqəsində ikinci yer və $175.000 mükafat qazandırıb. Bununla belə mütəxəssislər bildirir ki, sistem hələ klinik sınaqlardan keçməyib və tibbi diaqnozu əvəz etmir. Gələcək araşdırmalar uğurlu olarsa, retina mayın həkimlərə erkən skrininqdə köməkçi vasitə kimi istifadə olunur. Musiqinin necə bir şəfa olduğunu əksəriyyətimiz bilirik. Balaca bir eksperiment özünüz evdə də eləyə bilərsiniz. Əhvalınız olmayanda rəqs eləməyi çox sevdiyiniz bir havanı qoyun. Görəcəksiniz ki, bir müddətdən sonra bütün depressiyanız və kədəriniz yox olub getdi, durub rəqs eləyirsiniz. Və yaxud da əksinə, keyfiniz çox yaxşı olanda, adətən kədərli vaxtlarınızda dinlədiyiniz bir musiqini açın. Görəcəksiniz ki, həmin sevincdən əsər əlamət qalmayıb. Ümumiyyətlə, musiqi ilə bağlı bir çox araşdırmalar aparıb və dünyada onların demək olar ki, sayı hesabı yoxdur. Amma bu dəfə demensiya xəstələri üçün musiqi muzeyi təşkil olunub və onun təsiri bu xəstələrə necə olub bilmək istəyirsinizsə, diqqətlə izləyin. Demensiya xəstələri musiqi muzeyi tədqiqatında Amerika Birləşmiş Ştatlarının Şimal-Qərb Universitetinin alimləri demensiya və digər neyrokognitiv pozuntuları olan şəxslər üçün xüsusi musiqi muzeyi proqramı hazırlayıb. Frontiers in Neurology jurnalında dərc olunacaq araşdırmaya görə canlı konsertlər və musiqi haqqında maarifləndirici təqdimatlardan ibarət proqram iştirakçıların əhval-ruhiyyəsini yaxşılaşdırıb, sosial əlaqələrini gücləndirib və zehni fəaliyyətini stimullaşdırıb. Proqram çərçivəsində iştirakçılar caz, bossa nova, barokko və digər janrlarda musiqilər dinləyib, əsərlərin tarixi və mədəni konteksti ilə tanış olub. Tədbirdən sonra təşkil olunan görüşlər isə insanların bir-biri ilə ünsiyyət qurmasına şərait yaradıb. Tədqiqat iştirakçıları proqramın onlara rahatlıq, sevinç və birlik hissi bəxş etdiyini bildirib. Mütəxəssislər qeyd edir ki, musiqi demensiya xəstələrində yaddaşın aktiv qalmasına, emosiyaların tənzimlənməsinə və tənhalıq hissinin azalmasına kömək edir. Filtrli yoxsa filtrsız kofe daha tez qocaldır. Siz hələlik sosial şəbəkələrdə, şərhlərdə bizə yazın, biz isə sizə həqiqi elmi cavabı təqdim edək. Filtrli yoxsa filtrsız kofe? Yeni araşdırmaya görə filtrlənmiş qəhvə içmək orqanizmi qocalmağa qoymur. NPG Science of Food jurnalında dərc olunan tədqiqatda Böyük Britaniyanın 49 mindən çox sakininin sağlamlıq məlumatları araşdırılıb. Nəticələr göstərib ki, müntəzəm olaraq filtrlənmiş qəhvə içən insanlarda bioloji qocalmanı göstərən göstəricilər daha yaxşı olub. Həll olunan qəhvə içənlərdə isə bu göstəricilərin əksinə olduğu müşahidə edilib və onların orqanizmində qocalma əlamətlərinin daha tez ortaya çıxdığı müəyyən edilib. Alimlər hesab edir ki, filtrlənmiş qəhvənin tərkibindəki bəzi faydalı maddələr hüceyrələrin qorunmasına kömək edir. Bununla belə tədqiqat müəllifləri vurğulayır ki, bu nəticələr filtrlənmiş qəhvənin qocalmanı birbaşa ləngitdiyini sübut etmir. Dəqiq nəticəyə gəlmək üçün gələcəkdə daha geniş və uzun müddətli araşdırmaların aparılmasına ehtiyac var. Bugünə olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.